Hər vaxtınız xeyir. Bugün Güvən 9-cu sinif kitabına sınaq 14-cü izahını verəcəm. Başlayaq birinci sualdan. Deməli, kök altında 20 çıx 5 böl kök altında 5. Bilirsiniz ki, irrasionallıqdan az eləyəndə məxrəc kök altında 5-dirsə, biz surət və məxrəci kök altında 5-ə vurmalıyıq. Vuranda kök altında 5-i kök altında 5-ə vuranda 5. Kök altında 20-ni kök altında 5-ə vuranda eləyəcək kök altında 100 çıxılsın 5 kök altında 5. Bərabərdir. 100-dən nə çıxır? 100-dən 10 çıxır. Böl 5. Əlbəttə ki, biz burada bölmənin paylama xassəsini tətbiq etsək, yəni 10 böl 5. Bu da olacaq cavab 2 çıxılsın kök altında 5. Cavab D variantı. İkinci sual. 3x çıx 4, x çıx 1. Rasional tənlikdir. Məxrəclər bərabərdir. Məxrəclər bərabər olduğuna görə bir problemimiz yoxdur. Onda sürətləri olduğu kimi yaza bilərik. Deməli, 4-ün məxrəcində 1 var. Biz bunları çarpaz şəkildə vursaq, olacaq 3x çıx 3. Vur 1 bərabərdir 4 vur x çıx 1. Olacaq 3x çıx 3 bərabərdir 4x çıx 4. Bəs məxrəc hara getdi? Məxrəc qıraqda yazmalıyıq ki, x çıxılsın bir fərqdə sıfırdır. Yəni, 1-i almır. Biz bunu niyə yazırıq? Çünki cavabı biz 1 alsaq tənlik köşlərindən birini yazacaq ki, yəni 1 ola bilməz. Bu da olacaq mənfi x bərabərdir. Yəni, geniş yazım. Deməli, 3x çıxılsın 4x bərabərdir mənfi 4 plus 3. 4x sola keçdi mənfi oldu. Mənfi 3 sağa keçdi müsbət 3 oldu. Bu da oldu mənfi x bərabərdir, mənfi 1x bərabərdir 1. Aha, x bərabərdir 1 ala bilməz. Cavab Y variantı. Tənliyin kökü yoxdur. Nəyə görə 1 ala bilməz? Çünki biz dedik axı, məxrəc 1 ola bilməz. Deməli, bizə bir trapeziya veribdir və trapeziyanın daxilinə bir çevrə çəkibdir. Bura 4 ala, bura 4-dür. Çünki bir nöqtəni çəkən 2 toxuna bərabərdir. 9, 9. Deməli, trapeziyanın daxilinə çevrə çəkilibsə, onda biz deyəcəyik ki, bizə nə verib? Aha, toxunma nöqtə çevrənin radiusunu soruşur bizə. Deməli, nə yiyəcəyik? Çevrənin trapeziyanın daxilinə deməli, çevrə çəkibsə, bu bərabər yanlı trapeziyadır. Trapeziyanın daxilinə çevrə çəkibsə, bu bərabər yanlı trapeziyadır. Onda biri çıxır ki, burada 4, burada 4-dür, burada 9, burada 9-dur. Onda bizim trapeziyamız nə hala gəldi? Bizim trapeziyamız gəldi belə bir hala. Bir dəqiqə. Deməli, bura oldu 13, bura oldu 13, bura oldu 8, burada oldu 18. Mən də buradan bir hündürlük çəksəm, buradan bir hündürlük çəksəm, bura 8 isə burada 8-dir. 18-dən 8 çıxaram 10, 10-u 2-yə bölərəm 5, bu düz bucaqlıdır. 169-dan 25 Pifaqor terminə görə burada 12-dir. Bizdən çevrən radiusu soruşur. Çevrən radiusu hündürlüyün yarısına bərabərdir. 12-də 2-yə bölərəm, cavab eləyər 6. Cavab B variantı. Yəni, bu çevrənin radiusu elə hündürlüyün yarısına bərabər idi. Keçdik 4-cü suala. Daxili bucaqlarının cəmi 5 olan. Daxili bucaqlarının düsturu 180 vur n çıx 2-dir. Onda bundan bu getdi. Burada 3 qaldı. N çıx 2 bərabərdir 3. 5. Bizim diaqonallara soruşur. Diaqonal sayı düsturu budur. N vur n çıx 3 bölü 2. Onda 5 vur 5 çıx 3 bölü 2. Bu da oldu bizdə nə? Cavab 5. D variantı. Keçirəm 5-ci suala. 40 otaqlı mehmanxananın otaqları 2 nəfərlik və 3 nəfərlikdir. 2 nəfərlik bilmirəm. Neçə otaq var? 3 nəfərlik də bilmirəm neçə otaq var. Ümumi 40 dənə otaq var. Bu mehmanxanadakı yerlərin sayı, yox, bir dəqiqə üzr istəyirəm. 40 otaq yoxdur. 95 dənə
yer var. Otaqların sayı x plus y 40 dənədir. Baxın. 40 otaqlı deyirsə, x 2 nəfərlik idi, 3 nəfərlikdə y dənədir. Onda 40 dənə otaq var. Yəni x plus y bərabərdir 40-a. Amma yer deyirsə 2 vur x üstücənsi 3 vur y bərabərdir 95. Biz bu tənliyi alt-alta həll edək. Bu bir də mənfi 2-yə vuraq. Olacaq 2x üstəgənsin 3y bərabərdir 95. Mənfi 2x çıxılsın 2y bərabərdir mənfi 80. Alta toplasaq y bərabərdir 15. Deməli y 15-dirsə bu da nə olacaq? X-də nə olacaq? 25. Bizdən 3 nəfərlik otaqların sayını soruşurdu. Cavab olacaq 15. C variantı. Katetləri 6. Biz bilirik ki, düzbucağı üstbucağın saat üstürü nədir? Katetləri hasilinin yarısı. Cavab D variantı. En hansı qiymətində bucaq əmsalı 2 olan düz xətt nöqtəsindən keçər. Bunun hazır düsturu var uşaqlar. Bunun hazır düsturu var. Deməli düstur belə idi. Deməli K bərabərdir. Y2 çıxılsın Y1, X2 çıxılsın X1. Deməli yerinə qoysaq 2 bərabərdir. Fərz eləyək ki 3, 5, X1, Y1-dir. 1N, X2, Y2-dir. Bunları belə fərz eləyək. Yerinə qoyaq. Y2 yəni N çıx 5, 1 çıx 3. Bu da oldu. Mənfi 2, mənfi 2 vuranı mənfi 4 bərabərdir N çıx 5. N də bərabərdir 1. Cavab A variantı. Keçirəm 8-ci suala. Aşağıdakılardan hansı cütdür? 3 tək ədəddir. Yəni biz üstə baxmayaq, elə belə baxaq da, yəni 3 üstə 16 elə təkdir. B variantında 2 cütdür. Cütün üstündə 1 gəlsək, olacaq 3. Bax, elə bir ki, üstləri saymında hesablayaq. C variantı 3 dəfə 5, 15 təkdir. D variantı 3 plus 5, 8 cütdür. Cavab D-dir. Y variantı 7 plus 2, cavab 9 da təkdir. Yəni, üstlərsiz hesablayanda elə cavab görəcəksiniz. 9. Deyir ki, x bərabərdir mənfi 1 olduqda 0-a bərabərdir. Amma x bərabərdir. Deməli, məxrəc 0,5 ola bilməz. Amma surət mənfi 1 ola bilər. Deməli, bu x plus 1 olub. Çevirsək bu tərəfə. Bu da x çıx 0,5 olub. Yəni, biz burada 0,5 görmürük. Onda bu sadələşdirib. Yəni, x plus 1, x çıxılsın 2-də 1. Hər tərəfi nəyə vurub? Yuxarı aşağını. Baxın, fikir verin. Yuxarı aşağını 2-yə vururam. 2-yə vursam nə olacaq? Olacaq 2x. Üstə gəl 2. Burada da olacaq 2x çıx 1. 2x çıx 1. Aha. Deməli belə. İndi uşaqlar, baxıram ki, cavab yoxdur da. Amma buna oxşar cavab hansıdır? İkini çıxacaq mötərizənin xaricində. Yəni, bizə bir sinyal lazımdır. Bizə bir variantını tapa bilərsiniz. Bu lazım deyil. Yəni, surəti 0-a bərabər yerində mənfi olsun, aşağı 0-a bərabər yerində müsbət 0,5 olsun. Cavab Y variantı. Cavab Y variantı. Baxın, bir daha deyirəm. 0,5 alında mənası yoxdursa, məxrəc 0,5-i almamalıdır. Mənfi 1-ə bərabərsə, surət mənfi 1-ə bərabər olmalıdır. Buna da uyğun olan cavab Y variantıdır. 10-cu sual. A ədədi x ədədindən 20% çox. B ədədi isə x ədədindən 25% azdır. A ədədi B ədədindən neçə faiz çoxdur? Bizdən elə bunu soruşur bizdən. Uşaqlar, yerinə qoyacağım. Yazacağım ki, A-nı yenə yazacağım %120x. B-nin yenə yazacağım %75x vur. %A. Bu 100-lə bu 100 geçsin. Qəşəngcənə. Bununla bu ixta geçsin. Burada qalsın 4, burada qalsın 3.
Olacaq x-lər getdi onsuz da. 120 bərabərdir 3 vur a böl 4. A bərabərdir 120-ni 4-ə vurub 3-ə bölərəm. Oldu 160. Neçə faiz çoxdur? 100 idi, olub 160. Deməli, 160-dan 100 çıxanda cavab neçə edəcək? 60% nədir? Çoxdur. Cavab Y variantı. 11. AOB açıq bucağının OC şüası 2x 7x nisbətində bölünüb. Yazaram 2x plus 7x bərabərdir 180. 9x bərabərdir 180. X nəyə bərabərdir? 20-yə. Onda bu 40-dır, bu da 140-dır. Bizdən COB, yəni 140 çıx 40-ı soruşur. Cavab da oldu 100. Y variantı. 12-ci sual. Deyir, x-in kvadratı çıx x. Birinci biz bu həll eləyək. X bərabərdir 0, x bərabərdir 1. İnterval çəkirəm. Özü heç birini almır, içi boşdur. 0, 1. Deməli, müsbət, mənfi, müsbət. Bizdən mənfi soruşur. Deməli, x 0 ilə 1-in arasında yerləşir. X. Sonra keçirəm ikincidən. Baxıram, x, y-in kvadratı z müsbətdir. Mənfidir. Axı biz x müsbətdir. Onda belə çıxır ki, bu ifadənin özü mənfidirsə, onda y mənfidir. Deməli, x müsbətdir, y mənfidir. X müsbətdir. Mənfin kvadratı müsbət eləyəcək. Bizə deyir, bu ifadənin özü müsbətdir. Onda z də müsbətdir. İndi gəlin aşağıda yerlərini qoyaq, bax. A variantı 1 çıxılsın. X 1, 2, 0,5 deyə bilərik də. 1 çıx 0,5 A variantı səhvdir. Səhvdir. Çünki 1-dən 0,5 çıxanda mənfi eləyir. B variantı y, z deyir müsbətdir. Y mənfidir, z müsbətdir. Xeyr, bu da səhvdir. Cavab mənfi olmalıydı. C variantı deyir z mənfidir. Xeyr, bu da səhvdir. Z müsbətdir. D variantı x çıx y deyir müsbətdir. Uşaqlar x 0,5 deyir. Y də mənfi ədəddir. Məsələn, mənfi 2 qoyuram yerinə. Müsbətdir, bəli. Cavab 2,5 elədir. Müsbətdir, doğrudur. Cavab D variantıdır. Y variantına da baxaq. X, Z deyir mənfidir. X z-dən Z. İkisi də müsbət idi. Bu da səhvdir. Cavab oldu D variantı. 13-cü sual. Bizə bir üçbucaq verib. Və deyir ki, bərabər tərəflidir. Bərabər tərəflidirsə, biz bilirik ki, onda bura bizə 90 dərəcə verib. Bu da 60 dərəcə. Onda bura 30 dərəcə, 60 dərəcə, 60, 30 dərəcə. Dərəcələri yazdıq. Deyir, AB 6 sm. Uşaqlar, AB 6 santimetrdirsə, 30 dərəcə bucaq qarşıduran katet hipotenuzun yarısına bərabərdir. Bura 3'dür. Onda burada 3'dür. 30 dərəcə bizdən HK-nı soruşur və HM-i soruşur. 30 dərəcə bucaq qarşıduran katet hipotenuzun yarısı, yəni 1,5-ə. Bu da 1,5 kök altında 3'ə. Həmçinin bu da 1,5 kök altında 3'ə bərabərdir. Bizdən də HK-nı, yəni bax bundan cəmini soruşur. 1,5 kök altında 3 plus 1,5 kök altında 3. Bu da olacaq 3 kök altında 3. Cavab A variantı. 14. Aşağıdakılardan hansı 9'da 2 ilə 18'də 7 arasında yerləşir? Gəlin məxrəcləri bərabərləşdirək. Bərabərləşdirəndə burada aralarında 18'də 5 və 18'də 6 yerləşir. 18'də 6 ixtisar etsəm olacaq 3'də 1. A variantı. 15-ci sual. Aşağıdakı ədədlər üstündən neçəsi qarşılıqlı sadədir? Birinci 1,19, ikinci 1,18. Qarşılıqlı sadədlər nədir? Ortaq əbubu bir əkabi onların hasili. Bəli, bu şərti ödəməlidir. 17, 19'da da həmçinin əbubu bir əkabi onların hasilidir. Dördüncüdə də 18-dən 19 əbubu bir əkabi onların hasili 4 dənə. Cavab D variantı.
Bəs 18 20 niyə olmalı? Çünki 18 ilə 20-nin ortaq böləni var 2-dir. Bu qarşılıqlı ifadə deyil. 16 deyir ki, A ilə B-nin kəsişməsi kəsişməsi 1-dir. B çıx A 12-dir. Uşaqlar B çıx A bunu göstərir. Aynı burada bir x deyirəm. Birləşməsi deyirsə uşaqlar, bunların cəmi yəni 16-dır. Onda x plus 13 bərabərdir 16. X də bərabərdir nə 3-ə? X-i 3 tapdıq. İndi bura 3-dür, burada 1-dir. Ümumi nə oldu cavab? 4. NA bərabər oldu 4-ə. 17. Yəni baxın yenə deyirəm, bizə bura lazım idi. Bizdən buranı soruşurdu. Bura 3 idi, burada 1 idi. Cavab oldu 4. Radiusu 18 cm çevrənin ən böyük vətəri onun diametridir. Diametrdə 2 radiusa bərabər olduğuna görə cavab olacaq 36. 3 üstə gəlsin 4-də 3 çıx 1 tam 4-də 1 vur 5-də 3. Uşaqlar, burada birinci əməllər sırası. Birinci qüvvətə, birinci mötərizənin içərisi. İkinci qüvvətə yüksətmə. Baxın, birinci mötərizə içərisi varsa əgər. İkinci qüvvətə yüksətmə. Üçüncü vurma, bölmə. Dördüncü toplama, çıxma. İndi mən bu ifadəmdə birinci hansıdan eləməliyəm uşaqlar? Birinci buranı eləməliyəm. Vurma, bölmə hissəsini. Misalım olacaq 3 üstə gəlsin 4-də 3 çıx 4-də 5 vurulsun 5-də 3. Bununla bu getdi. Cavab misalım oldu bu cür. Baxın. 3 üstə gəlsin 4-də 3 çıxılsın 4-də 3. Biri müsbət, biri mənfi olduğuna görə cavab olacaq 3. İslah getdi. Cavab oldu 3. İndi baxıram 19-cu sualı. Deməli, deyir ki, 2A bərabərdir 3B bərabərdir 4C. Bu nədir bunların uşaqlar? 12. Onda A 6 imiş, B 4 imiş, C də 3 imiş. Yəni A 6K, 4K, 3K. Bunların cəmi bizə 13K verəcək. Bizim də ən kiçik qiymətini soruşur, cavab olacaq 13. Niyə? Çünki K-nı 1 götürdüm. 20-ci sual. Deyir ki, bura 40'dır. Uşaqlar, bura 40-dır. Avtomatik burada 40'dır. Çünki çarpaz bucaqlardır. Bura 100'dür. Bura x-dir. Bitdi. Bundan cəmi nə olmalıdır? 180. 40 üstə gəlsin 100 bərabərdir 180. X də bərabərdir nə uşaqlar? 40-a. Cavab 40. 21. A ədədinin 30%, B ədədinin 75%-nə bərabərdir. İxtisarlarımı eləyirəm. 15-ə bölürəm. Burada 2, 15-ə bölürəm 5. 2A bərabərdir 5B. Onda A böl B bərabərdir 5 böl 2. Yəni A bərabərdir 5K. B bərabərdir 2K. Deyir B ədədi bizə deyir ki, deməli B ədədi A ədədinin neçə faizidir? B-nin yerinə 2K yazıram. A-nın yerinə 5K yazıram. Deməli K-lar getdi. Bundan bu getdi 20. X də bərabər oldu 40-a. Cavab 40%-dir. 22-ci sual. 1 böl 3 üstə gəlsin 2 kök altında 2. 1 bölünsün 3 çıxılsın 2 kök altında 2. Erasadın azad etdikdə qoşmasına vurmalıyıq. Bunu vuracam 3 çıx 2 kök altında 2'yə. Bu da vuracam uşaqlar 3 üstə gəlsin 2 kök altında 2'yə. Misalımız bu cür olacaq. 3 çıxılsın 2 kök altında 2. Bilirsiniz ki, bu A çıx B, A plus B, A kvadrat çıx B kvadrat. Yəni 3'ün kvadratı kvadratdır. Bu da olacaq 9 çıx 8, 1. Məxrəc 1 oldu. Burada həmçə uşaqlar, bununla məxrəci 1 oldu. Onda bununla bu islah getdi. Cavab olacaq nə? 6. 23-cü sual. Deyir ki, düzgün altı bucaqlı verilib. Bizə deyir ki,
AB 8. Uşaqlar, bura 8 bütün tərəflər 8 və böyük diaqonal onun 2 qatıdır. 16-dır. Bizdən bu trapesiyanın ABCF trapesiyasının orta xəttini soruşur. Baxın, bizdən buranı soruşur. Onda orta xətt x bərabərdir 16 plus 8 bölü 2. Cavab 12. Yəni deyirəm, bu böyük diaqonal sayılır. Böyük diaqonal 2A-ya, yəni 2 vur 8 16-ya bərabər oldu. 24-cü sual. Paralel olan y bərabərdir 3x düz xəttinə paralelçi k-lar bərabər olmalı. Deməli, o birisinin k-sı 3 olmalıdır. Deməli, y bərabərdir kx plus b yerinə qoyuram. Yerinə qoysam, olacaq 10 bərabərdir 3 vur 2 k üstü x2-dir. Baxın, 2 10 nöqtəsində x2-dir, y 10-dur. Yerinə qoydum. Onda b bərabərdir 4-ə. Deyir ki, y bərabərdir 3x plus 4. Y qoxunu deyir, hansı nöqtə kəsir? Y qoxunu kəsirsə, bunun x-i olmamalıdır. X 0-a bərabər olmalıdır. Onda y bərabərdir 3 vur 0 plus 4. Bu da bərabərdir 4-ə. Cavab olacaq 0, 4 nöqtəsində kəsir. Çevrə üzərində alt nöqtə qeyd olunmuşdur. Təpələri bu nöqtədə olan neçə üçbucaq qurmaq olar? Deməli uşaqlar, burada olacaq deməli uşaqlar, burada biz kombinasyon istifadə etməliyik. Sadəcə düşmür indi bu kombinasyon sualları. Yəni 6 nöqtədən 3-ü qeyd olunmalıdır. 3-ünü seçməliyik. Faktorial 6 faktorial, yəni belə deyək də. Burada olacaq 3 faktorial vur 4 vur 5 vur 6 böl 3 faktorial vur 3 faktorial. Bu da olacaq 4 vur 5 vur 6 böl 1 vur 2 vur 3. Bunlar cavab olacaq 20. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.